Salam dostlar, hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Bugün sizinlə birlikdə, baxın, ən vacib məqamlardan biri, yəni ingilis dilində imtahana hazırlaşıramsa, mənim üçün ən vacib məqamlardan biri olan hansı hissədir sizcə? Təbii ki, writing, elə deyil. Writing üzərində necə işləmək olar? İndi necə işləmək olar deyəndə ilk istəyirəm biz birinci strukturlarına baxaq. Çünki əslində əksər tələbələr yaza bilir. Amma məsələ strukturdadır. Baxın, problem strukturda yaranır. Bu arada mən Xəzər müəllim bugün sizinlə birlikdə esse izahına baxırıq. Bu dərsimizdə esse necə yazılmalıdır? Ümumiyyətlə, təkcə bu magistratura üçün deyil, həm də IELTS imtahanına hazırlaşanlar üçün faydalı olacaq bu video. Dostlar, yorulmayın, videomuz ola bilər biraz uzun olsun, diqqətinizi məndən qətiyyən ayırmırsınız. Diqqətlə qulaq asın, bir dənə dəftər, bir dənə qələm götürün. Dediklərimi yazın ya da beyninizə vurun. İkisindən biri, hansını istəyirsə eləyin. Digər məsələ, bir dənə də çaydan, kofedən, sudan qoyun yanınıza ki, rahat şəkildə mənə baxasız axıra qədər. Deməli, dostlar, dediyim kimi, bugün sizinlə esse-dən danışırıq. Ümumiyyətlə, bizə indi mən magistraturaya daha çox düşən esse tiplərindən danışacağım. Axırda dərsdə baxmadığımız mövzudan, belə deyək də, esse növlərindən bir-iki şablonlar da göstərəcəm sizə. Amma ilk istəyirəm ki, struktur məsələsi necə olmalıdır? Sadə şəkildə, başdan axıra qədər, addım-addım gedək. Yaxşı, diqqətlə mənə baxın, yayınmayın, fikriniz məndə olsun və başlayaq. Belə, bilirsiniz ki, dostlar, bayaq da dedim, ümumiyyətlə magistratura imtahanlarında belə deyək də, esselər böyük rol oynayır, essenin yazılması. Və bayaq da qeyd elədim, bu sadəcə magistra yox, IELTS-a da lazım, digər imtahanlar da verə bilərsiniz, fərqi yoxdur. Diqqətlə mənə qulaq asın. Deməli, uşaqlar, birinci mən istəyirəm Word-ü açım, bizə düşə bilən esse növlərindən adları qeyd edək. Çünki uşaqlar, bilirsiniz ki, esselər belə deyək də, bunu böyüdək, səmgəli versiyada. Bunu biz hardan böyüdə bilərik? Okay, so good. Uşaqlar, biz sizinlə müzakirələr aparanda qeyd edirdik ki, bizim məsələn esse tiplərimiz hansılardır? Agree, disagree esselərimiz olurdu, elə deyil. İkinci esse tipimiz və üçüncü esse tipimiz deməli dostlar, ümumiyyətlə bunlar bizim magistr imtahanında gördüyümüz, yəni mən ən çox rastlaşdığım esse tipləridir. Bunların strukturunu bilmək sizin üçün vacibdir. Yenə deyirəm, əslində struktur hamısında eynidir. Görəcəksiniz birazdan necə olur. Sadəcə hər bir esse növü bir əvvəlkindən belə deyək də müəyyən versiyalarda fərqlənə bilir, müəyyən məqamlarda fərqlənir. İndi uşaqlar, baxın, birinci esse tipimiz agree, disagree-dir. Yəni bizə mövzu verilir, hər hansı bir mövzu verilir və sizdən soruşur. Siz bununla, bu fikirlə razısınız, yoxsa razı deyilsiniz? Bundan birinci biz belə deyək də növ kimi yanır. Sonra ikinci, bizdən uşaqlar verilən mövzunun avantaj və dezavantajlarını istəyir. Baxın, advantage and disadvantage. Yəni ki, avantaj, dezavantaj essesi gedir bunlar. Üçüncü esse bizə müəyyən bir fikirlər verilir. Discuss both view. Yəni postdan tutduğunuz etibarilə boss nə deməkdir? 2. 2 dənə sənə fikir verir. Bu arada mənim üçün belə deyim, tələbələr həmişə deyirəm ki, ən rahat hisselərdən biridir. Çünki fikri bunlar özləri verirlər, sən heç nə fikirləşib yazmışsan ora. 2 dənə fikir verir və o 2 fikir haqqında, bax görürsünüz, discuss, müzakirə elə, adı məni o zaten göstərir burada nə eləmək lazımdır. O 2 fikri müzakirə eləyirəm və ən axırda öz fikrimi verirəm. Hansı ilə mən razılaşıram? Hansı fikir doğrudur? Mənim üçün düzdür. Aydındırmı? Baxın belə. Bu dediyim kimi magistratura imtahanında ən çox rastlaşdığımız
esse tipləri və növləridir. Diqqətlə qulaq asın. Başlayırıq birinci əqri dizəqridən. Amma mən əqriyə keçməzdən əvvəl ümumiyyətlə uşaqlar esselərlə bağlı istəyirəm belə bir ümumi bir şey yazın bura. Esselerin, ümumiyyətlə esse yazanda yadınızda saxlayırsınız ki, bizim essemiz 3 hissədən ibarət olur həmişə. 3 yox, hətta 4 hissə. 4 hissədən ibarət olur. Birinci hissə girişdir. Azərbaycan dilində buna giriş deyirlər. Və mən onu ingilis dilində yazacağım sizə introduction. Yazaq bura, qeyd eləyək. Yəni bu mənim üçün adlanır giriş. Uşaqlar, mən Azərbaycan şriftini aktivləşdirmirəm, çünki ingilis şriftlərinə tez-tez müraciət edirəm deyə. Bu baxımdan belə bəzən yazıram, ş-dır, sonra digər hərflərdir. Onu üzrlü sayasınız. Birinci girişdir. İkinci, məndə deməli, struktur necə olur? Girişi verdim. Girişdən sonra məndə gəlir body one. Bu, uşaqlar, əsas birinci hissədir. Yəni, birinci əsas hissə. Əsas hissə. Sonra birinci hissə yekunlaşır. Gəlir məndə ikinci body. Body 2. İkinci əsas hissə. Və nəhayət, bunu da yazandan sonra mənim essemin axırıncı hissəsi, yəni nəticə, conclusion gəlir. Conclusion. Uşaqlar, buna da nəticə yazaq öz dilimizdə. Nəticəsi. Yəni, dostlar, bu yuxarıda verilən tiplərdən asılı olmayaraq, istərsən essen əqri dizəqri olsun, istər sənin essen avantaj, dezavantaj essesi olsun, istər diskas bossuyu olsun, fərqi yoxdur. Hansı növ olursa olsun, siz 4 dənə bu struktura əməl eləməlisiniz. Yəni, bal verilən zaman, qiymətləndirmə zamanı bunlar nəzərə alınır. Tələbələr esse yaza bilirlər, bəli. Bəziləri olur ki, çox yaxşı esse yazır. Amma esselər qarışır bir-birinə cümlələr. Giriş bilinmir, əsas hissə bilinmir, nəticə orada bilinmir. Hamısını səliqəli qeyd eləmək lazımdır. Çünki uşaqlar, bəzən bizə bunlar belə gəlir bu hissələrdə, giriş, əsas hissə, bunları fərqləndirmək, düzgün yazmaq, qeyd eləmək. Mən həmişə dərslərdə deyirəm sizə ki, yəni qiymətləndirmənin ana meyarlarıdır. Yəni writing-i biz başqa nəyə görə qiymətləndirə bilərik? Okey, qrammatika. Qrammatiyayı qiymətləndirdim. Giriş, body 1, body 2, conclusion, bunlar da yerində olmalıdır. Yerində yoxdursa, bunlara təbii ki, bal kəsirlər. Yəni, bu bizim üçün belə deyək də, mənasız bir şey kimi gəlməsin. Çünki görürəm, çox adam elə öz bildiyi kimi yazmaq istəyir, amma yox. Bir bağlaca biz ondan kənara çıxırıq. Çünki yenə deyirəm, uşaqlar, bu əgər imtahan səviyyəsinə salınırsa və imtahan kimi bizdən tələb olunursa, təbii ki, bunun da müəyyən meyarları olmalıdır, əməl edilməli məqamları olmalıdır ki, biz ondan yaxşı bal toplaya bilək. Belə, məsələ nədir? Bir daha təkrarlayım uşaqlar. Yadınızda saxlayırsınız. Bu 3 esse növündən asılı olmayaraq, hansı düşsün, hansını yazmaq istəyirəmsə yazım, fərqi yoxdur. Mən nəyə əməl eləməliyəm? Bu 4 hissəyə əməl eləməliyəm. Yəni, mənim essem girişdən, birinci əsas hissədən, ikinci əsas hissədən və nəticədən ibarət olmalıdır. Bu belə. Bu mənim ümumi skeletimdir, ümumi quruluşumdur. Esse ümumi belə olmalıdır, yaxşı? Ümumi şəkildə buna əməl eləməliyəm. Bəs ayrı-ayrılıqda tutaq ki, mənə düşən mövzu əqri dizəqri ilə bağlıdır. Mən orada nəyə əməl eləməliyəm? Gəlin ona baxaq. Addım-addım, bir-bir, beynimizi qarışdırmadan, hissə-hissə, yavaş-yavaş onları analiz eləyək. Uşaqlar, ümumiyyətlə əqri dizəqri esselərində birincisi, belə deyək də, ya elə özünü yazırlar suallarda. Məncə artıq azdan çoxdan indi imtahanları vermisinizsə, necə deyirlər, mövzuları görmüsünüzsə, tanışsınız. Ya yazır əqri dizəqri, yəni bunu mütləq şəkildə belə deyək də, burada qeyd edir. Mütləq şəkildə qeyd olunur. İstəyirsiniz gəlin elə bir dənə də, məsələ üçün, sual versiyasını yazıq. Məsələn, mövzunu verir, belə yazır altdan, tutaq ki, sualı belə qoyur. To what extent do you agree or disagree? Məsələn, tələbə soruşur, müəllim, mən hardan bilim bu əqri dizəqri hissəsidir? Uşaqlar, baxın, yəni bunu yazıbsa,
Bu artıq %100, mində min əqri dizəqri hissəsidir. Və yaxud da başqa bir sual da var, belə bir şey. Əgər mövzudan sonra, verilən topikdən sonra sualı belə qoyursa, what is your opinion? Opinion. Uşaqlar, bu da böyük ehtimal bizdə olmalıdır nə? Əqri dizəqri essesi kimi yazılır. Yadınızda qalsın. Yaxşı. What is your opinion? Yəni bunu əslində opinion esselərdə deyirik, amma opinion essesi də elə gəlib ona çıxır da. Yəni sənin fikrin necədir bununla bağlı? Razısan yoxsa razı deyilsən, elə ona gəlib çıxır. Ona görə yadımda saxlayıram ki, əgər mənə verilən suallar bu tipdə qurulursa, qoyulursa, mən çalışmalıyam ki, əqri, dizəqri hissələrinin, belə deyək də, özünə məxsus quruluşundan istifadə edeyim. Okey? Bu belə. İndi keçək görək, burada məsələlər nədir? Uşaqlar, bax, özü görəcəksiniz. Yenə də giriş, əsas hissə, nəticə, bunlar özünü qoruyur. Bayaqdan deyirəm bunu. Sadəcə hər birində xırda-xırda belə fərqliliklər olmalı. Fərqliliklər olur daha doğrusu. İndi uşaqlar, gəlin biz nəyə baxaq? Diqqətli oluram nədə? Mənə sual verir, elə deyil. Deyir ki, sən razısan, razı deyilsən. Məsələ odur ki, dostlar, biz birinci fikrimizi cəmləməliyik ki, biz verilən mövzu ilə, nədirsə bilmirəm də, ola bilər, məsələn, tutaq ki, iş saatlarının azaldılması insanlar üçün daha çox istirahət imkanları yarada bilər. Mövzu budur və səndən soruşur, sən bundan razısan yoxsa razı deyilsən? Yəni, zaten bu essenin əsas məğzu odur ki, sən birinci fikrini verməlisən ki, bundan razısan, razı deyilsən. Yəni, bu verilən mövzu ilə razılığın var, yoxsa narazılığın var. Bu, ümumiyyətlə, belə qeyd eləyək burada. Tək gözləyin, şriftimizi dəyişək. Onda belə götürəndə, ya biz verilən mövzu ilə tamamilə razı oluruq, ya uşaqlar tamamilə narazı oluruq, ya da üçüncü olaraq partly agree, yaxud da partly disagree. Completely agree artıq bilirsiniz. Yəni verilən mövzu ilə tamamilə razıyam. Yəni burada artıq başqa bir ehtimal yoxdur. Completely disagree artıq bilirsiniz. Verilən mövzu ilə tamamilə narazıyam. Partly agree, partly disagree odur ki, 50-50. Yəni həm razıyam, həm narazıyam. İndi məsələ nədir? Mən sizə dərslərdə də demişəm. Ümumiyyətlə uşaqlar, ümumi genəldə belə deyək də, qayda belədir ki, IELTS-ın özündə də. Baxın, partly agree or disagree olanda demirəm ha, olmayın. Fikriniz əgər o yöndədirsə, okey, gedin, onu dəstəkləyin. Sadəcə qayda belədir ki, uşaqlar, burada belə deyək. Sən partly agree və yaxud disagree olanda konkret bir ideyanı support eləmirsən, yəni dəstəkləmirsən. Yəni ikiləmdə qalırsan da elə deyil. Bu da düzdür, bu da düzdür. Yəni müəyyən fikirlər deyirsən və fikir çoxluğu yaranır orada. Və off-topic yazmaq belə deyək də daha rahat yazırlar deyə tələbələr. Burada biraz bir balaca az gələ bilir, oynaya bilir, aydındır. Çünki özü də yazanda görürsünüz ki, completely agree-ni yazmaq daha çətindir. Yəni ki, razılaşıb və bir dənə səbəb okey yaza bilirsən. Yəni ki, əqridə zaten mən belə deyək də razıyamsa və yaxud da tam narazıyamsa, ən azı iki səbəb verib onları izah eləməliyəm ki, mən nəyə görə razıyam, nəyə görə narazıyam. Yəni birini vermək rahat olur. Zaten hamı bir səbəbi verir. Amma ikinci səbəb adam beyni düşündürür. Bir düşünməlisən, fikirləşməlisən ki, nə yazım. O düşünməyə görə bunların balı daha yuxarı olur. 1 ilə 2-nin. Amma partly agree disagree-də səbəb ürətməkdə, səbəbi irəli deməli necə deyərlər, səbəb yaratmaq rahat olduğuna görə burada bal bir balaca aşağı ola bilər. Bunu da mən istədim sizə vurğulayım, nəzərinizdə olsun. Da heç bir fikriniz olmasa, yəni konkret belə deyək də partly agree və disagree olmaq istəyirsinizsə o başqa. Olun getsin. Amma sadəcə ümumi dünya genəlində olan şeyi mən sizinlə vurğulamaq, yəni bölüşmək istədim. Belə. Və uşaqlar, razı olub və ya da narazı olanda səbəbləriniz gözəl olmalıdır. Yəni ki, çox belə konkret səbəblər vermək lazımdır. Necə deyirlər, onları əla şəkildə support eləməlisiniz, dəstəkləməlisiniz. Yəni bəzən esse yazılır, hər şey qaydasında gözəl, amma səbəblərə baxırsan ki, səbəb o deyil.
Məsələn, balın səbəblərdən kəsilə bilər. Ona görə bu essedə çox diqqətli olmaq lazımdır. Okey, əqri-dizəqri esseləri üçün biz dedik, mən bu suala necə cavab verirəm? Ya tamamilə razı oluram, ya tamamilə narazı oluram, ya da ki, ola bilər, yarı razı, yarı narazı da ola bilərəm. Bundan başqa uşaqlar, bu ümumiyyətlə ümumi bir girişimiz idi. İndi gəlin bunun strukturuna baxaq. Strukturu necə olmalıdır? Əqri-dizəqri esselərinin. Birincisi, dostlar, təbii ki, nəyim olmalıdır mənim? Introduction, girişim. Bu bütün esselər üçün ümumi bir qaydadır. Introduction. Introduction'ı yazdıq. Sonra introduction dostlar 3 cümlədən ibarət olur. Əqri-dizəqri esselərində. Yazıram bura. Three sentences. Deməli, introduction əqri-dizəqri esselərində 3 dənə cümlədən ibarət olur. Yadınızda qalsın. Birinci cümləmiz nədir bizim? Dəqiqə. Aha. Birinci cümləmiz nədir? Birinci cümlə dostlar, verilən mövzunu parafrez eləmək. Paraphrase a topic. Bu nə deməkdir? Məsələn, tutaq ki, yazır. Gəlin elə bir dənə buradan mövzuda yazım sizin üçün. Sadə bir şey yazıram. Drinking, yəni bunu özümdən sadə bir formada yazıram başa düşmək üçün. Is essential for people. Və sonra ardına da bunu qoyur. Yəni yeni sətrə keçək, rahat olsun bizə. Baxın. Drinking water, yəni su içmək insanlar üçün vacibdir. Mövzum budur. Və mənə deyir ki, sən bununla razısan, yoxsa razı deyilsən. Girişimdə, introduction'da ilk cümlə nə oldu? Verilən mövzunu, topiki paraphrase eləmək. Topikim nədir məndə? Mövzum. Drinking water is essential for people. Bunu mənanı eyni saxlamaqla başqa sözlərlə dəyişib yazırım ilk cümləyə. Yəni su içmək insanlar üçün vacibdir. Bu məna yerində qalmaqla sözləri dəyişib burada deməli nə eləyirəm? İlk cümlə kimi girişdə yazmalıyam. Və uşaqlar, həmin o cümlənin istəsəz qrammatik quruluşunu dəyişə bilərsiniz, leksik quruluşunu dəyişə bilərsiniz. Problem deyil. Ya istəsəz sadəcə ümumiyyətlə söz quruluşunu dəyişə bilər, sözləri dəyişə bilərsiniz, ardıcıllığı saxlamaqla. Amma əsas odur ki, parafrez eləyəsiniz. Yəni bütün əqri-dizəqri esselərində girişin birinci cümləsi nə olur? Sənə verilən bu sualdan əvvəlki hissə ki var, to what extent do you agree or disagree? Bundan əvvəlki topik ki var. Bunu nə eləmək lazımdır? Parafrez eləyib yazmaq. Sual işarəmiz yadımızdan çıxıb. Götürək bura. Parafrez eləyib yazmaq lazım. Okey, parafrez elədim. Fərz eləyək ki, yazdım, getdi. İkinci uşaqlar artıq yenə də baxın, girişin ikinci cümləsini yazıram. Girişin ikinci cümləsində nə eləmək lazımdır? Baxın, burada sizə bir dənə sualı verir artıq mövzudan sonra. Razısan, razı deyilsən. Buna cavab veririk. Deyirik ki, tutaq ki, bu mövzu ilə razıyam və yaxud da bu mövzu ilə razı deyiləm. Elə deyil, bayaqları dedik. İndi məsələn uşaqlar, biz bunu necə yaza bilərik? Mən sizə demişəm, akademik versiyada yazmaq üçün belə yazıram. This essay, əgər razıyamsa yazıram. Agrees that, for example, drinking water is vital for human life. Tutaq ki, bu mənim artıq olur uşaqlar, sualıma cavabım. Bu mənim fikrimdir. Mən yazdım ki, bu esse razılaşır ki, su içmək insan həyatı üçün belə deyək də çox vacibdir.
ayrılmaz bir parçadır. Ola bilər deyərsən ki, müəllim, mən razılaşmıram. Mən deyirəm ki, bu belə deyək də vacib deyil. Onda sən deyəcəksən ki, artıq tərsini deyirsən də, these say, these agrees that və artıq ora öz fikrini ki, məsələn, su içmək insan həyatı üçün məsələn vacib deyil. O qədər də əhəmiyyətli deyil. Və yaxud da yaza bilər uşaqlar strongly believe that disagree-nin yerinə, nə bilim, daha doğrusu agree-nin yerinə strongly believe that yazmaq olar. Ya məsələn completely agree bayaqları biz qeyd elədik bu formada. Belə ikinci cümlə nə oldu? Suala cavab. Bax görürsüz, aydın formada. Birinci cümlədə verilən mövzunu parafrez elədim. İkinci cümlədə suala cavab verdim. Razıyam, razı deyiləm. Yəni ki, rahat şəkildə fikirləşirəm, görüm ki, mən hansı tərəfini müdafiə edə bilərəm. Və yaxud da indi nə bilim, ola bilər partly əqri, dizəqri də olasınız. Yəni yarı belə deyək də razılaşarsan, yarı razılaşmazsan, indi o da sizin öz şəxsi fikriniz. Üçüncü və nəhayət introduction üçüncü və sonuncu cümləsidir. Üçüncü cümlədə baxın, mən əgər razıyamsa mənim nəyim olmalı dostlar? Mənim səbəblərim olmalıdır. Səbəblər verməliyəm ki, filan şeylərə görə mən razıyam. Elə deyil, razıyam deyib keçdim. Onda essenin mənası olmaz. Elə bu əqli-dizəqini çətinləşdirən versiyalardan biri də odur ki, sən burada gözəl, konkret səbəblər irəli sürməlisən. Elə razıyam deyib elə yoluma getsəm, nə var idi yazmağa? Elə deyil, hamı yazardı, gedərdi. İndi üçüncü hissə artıq uşaqlar. Bunu çox adam essesində eləmir. Baxın, nə sınaqlarda görmürəm, nə ümumiyyətlə siz özünüz yazanda görmürəm. Thesis statement vermək lazımdır. Buna ingilis dilində thesis statement deyirlər. Yəni, artıq girişin üçüncü cümləsi nə olur səndə? Razılaşıramsa niyə razılaşıram? Tutaq ki, mən razılaşmışam və mən burada artıq iki dənə nə verməliyəm? İki dənə səbəb verməliyəm, reason verməliyəm ki, mən niyə görə razı oldum? Və yaxud da razı deyiləmsə, iki dənə səbəb verirəm. Niyə görə razı olmadım? Uşaqlar, bunu da ki, niyə görə veririk? Axı biz bayaq danışdıq. Bizdə nə qədər body var idi ümumiyyətlə esselər üçün? İki dənə body var idi, elə deyil. Birinci səbəbi birinci bodydə izah eləyirsən, ikinci səbəbi isə ikinci bodydə. Ona görə iki dənə mən səbəb verməli oluram. Aydın olur fikrim? İki dənə səbəbi verdim. Okey, thesis statement da bitdi. Məsələn, iki dənə səbəb biz nə verə bilərik? Tutaq ki, uşaqlar, məsələn deyirəm, indi su içməkdən söhbət gedir. Lord ilə deyəcəm ki, belə hamınız başa düşəsiniz. Su içmək insanı arıqladır. Bax, birinci səbəb olsun arıqlamaq. Elə deyil, losing weight, çəki itirmək. İkinci səbəb olaraq mən nə yaza bilərəm? İkinci səbəb olaraqsa, ikinci səbəb olaraqsa dostlar, məsələn, götürək qan dövranını yaxşılaşdır. Elə deyil, tutaq ki, thesis statementdə mən yazıram. Yəni onun da mən şablon cümləsini verim sizə. Siz yox, özünüz də istifadə edə bilərsiniz. Yəni özünüzə uyğundur. Hərənin bir şablon ifadələri olur. Tutaq ki, gəlin thesis statement necə yazarlar göstərim. Bir dənə gözləyin. Bunu belə başlamaq olar. Məsələn, this essay will firstly we'll discuss drinking drinking water helps to lose weight. Çəki atmağa kömək eləyir. Secondly, blood circulation. Yəni qan dövranı. Bu da olur mənim nəyim? Thesis statementimdir. Məsələn, bu esse ilə bağlı bir thesis statement yazdım, ortaya çıxartdım. Yəni, baxın, bir daha üzərindən gedirəm. Diqqətlə qulaq asın mənə. Əqri, dizəqri esselerini yazanda girişim 3 cümlədən ibarət olur. Birinci cümlə, sualdan əvvəl mənə verilən bu mövzu uzun da ola bilər, qısa da ola bilər, fərqi yoxdur. Bu mövzunu parafrez eləməkdir. Parafrez elədim, okey, bitirdim. Ondan sonra parafrez eləmək nə deməkdir? Bayaq dedim. Məna eyni qalmalıdır,
qrammatik, leksik quruluşlar dəyişməlidir. Aydındır, cümlə biraz fərqli versiyada təqdim olunmalıdır. İkinci, ikinci artıq uşaqlar sualına cavab verirsən. İndi məndən soruşur da razısan, razı deyilsən. Nə deməliyəm? Ya razıyam, ya razı deyiləm, ya da ki ortada qalaram. Partly agree or disagree olaram, amma mən üçüncü versiyanı sizə məsləhət görmürəm. Okay, razılaşıramsa yazıram. This essay agrees that filan filan. Yaxud da razılaşmıramsa disagrees that yazıram. Bla bla yazdım, getdi. Sonra üçüncü məndə cümlə nədir artıq? Thesis statement, yəni ə, səbəblər verilən cümlə. Məsələn, su içmək insan sağlamlığına vacibdir. Həmən razılaşdın tutaq ki, bəs niyə görə vacibdir? Adamdan soruşarlar, bəs sənin səbəbin nədir? Niyə görə razısan? Havadan razı olmaq olmaz ki, elə deyil. Səbəb verməlisən. Və baxıram uşaqlar, birinci səbəbim indi bu mən özüm dedim ki, çəki itirmək. Bəli, çəki itirməyə kömək eləyir. İkinci səbəb isə blood circulation-da, qan dövranına kömək eləyir. Və mənim uşaqlar fikir versəniz, artıq essemin ana quruluşu bəllidir. Bu üçüncü cümlə çox şey mənim üçün, belə deyək, girişin üçüncü cümləsi mənim üçün çox şey deməkdir. Bu artıq mənim essemin əsas mövzularını bəlirləyir. Deməli, onda mən birincidə nədən danışmalıyam? Losing weight-dən, çəki itirməkdən. İkincidə nədən danışmalıyam? Qan dövranından, blood circulation, necə kömək eləyir su? Hər halda sizə artıq aydındır. Yəni ki, əqid dizəqinin girişi necə olur? Girişi üç cümlə ilə bitirdim, yekunlaşdırdım uşaqlar. Ondan sonra bizdə nə gəlirdi? Bizdə gəlirdi əsas hissələr. Əsas hissələr birinci body one-dan başlayaq. Body one, bax yenə deyirəm uşaqlar, belə fərqli bir şey deyil. Body one-da sən nədən danışacaqsan? Losing weight. Çəki itirməkdən. Çünki sənin razılaşma səbəblərindən biri və yaxud da mənim götürək, mənim razılaşma səbəblərindən biri nə idi? Suyu içsəm əgər, yəni su nəyə görə vacibdir mənə? Gündəlik müəyyən bir normada su içsəm, mən çəki ata bilərəm. Bu arada biraz su içim, boğazım qurudu. Suyu içsəm əgər çəki ata bilərəm. Bu mənim birinci, belə deyək də, bodymin əsas səbəbidir. Nə edirəm bunu, uşaqlar? Qəşəng bir cümlə ilə yenə bunu yazıram. Su içmək bizə çəki atmağa kömək eləyir, vacib nüanslardan biridir və s. və s. Birinci cümləni belə qəşəng yazdım. Ondan sonra uşaqlar, bunu mən nə eləyirəm? Təbii ki, explain eləyirəm. Sonra və example göstərirəm. Yəni əslində onda belə götürəndə body one nədən ibarət oldu əqli dizəqlidə? Deməli, the first reason, explain, example. Üç dənə cümlədir yenə də. Yəni, birinci səbəbini verdin, çəki itirməyi, qəşəng belə ballandıra danışdın, gözəl orada akademik sözlərdən istifadə edib cümləni qurdun, sonra onun bir izah eləyirsən niyə görə və bir dənə də nümunə göstərirsən, okey, bununla da body one bitdi. Eyni ilə uşaqlar, body two da bunun eynisidir. Bax, fikir verin. Yəni, elə bir kopyalayırsan, eyni şeyi burada yazırsan. Önce mən bunu istəyirəm, biraz yığım, görüm alındıra bilərəm. Və informatikanı da göstərmiş olar. Boşluqları belə azalda bilərsin. Və body two, yenə də həmin məsələdir uşaqlar. Baxın, artıq burada first yox, nədən istifadə eləməliyəm? Second reason. The second reason nə idi məndə? Blood circulation, qan dövranı. Qan dövranı necə kömək eləyir? Ümumiyyətlə, qan dövranını mən niyə görə qeyd elədim orada? Onu burada bir qəşəng yazmalıyam. The second reason. Sonra ikinci cümlə məndə yenə də explain olmalıdır, izah eləməliyəm. Deməli. Və nümunə göstərməliyim, example. Uşaqlar, bununla da əqli dizəqilinin belə deyək də, bax, girişini, əsas hissəsini gördünüz, necə olur. Bunları bitirdiniz, yekunlaşdırdınız. Axırda nə verirsiniz? Təbii ki, conclusion. Conclusion'da nəticədə də fikirlərini ümumiləşdirirsən, iki cümlədən, üç cümlədən və yaxud da bir cümlədə ola bilər. İndi baxır da sənin nəticəndəki cümlələrin, sözlərin sayına. Ümumi birinci və ikinci paraqrafda verdiyin fikirləri ümumiləşdirib,
Qəşəng bir nəticə çıxardıb bura yazırsan. Bu da belə. Bu olur səndə agree, disagree esselərinin strukturu, yazılma qaydası, necə yazmaq lazımdır. Ümidvaram ki, bu sizə aydındır. Yaxşı, çalışın, bu dediklərimdən biraz kənara çıxmayasınız. Təbii ki, bu müəyyən bir meyarlardan biridir uşaqlar. Yəni struktur məsələsi bu. Bu dediyim meyarlardan biridir əslində. Yəni bu hər şey demək deyil. Elə mənim tutaq ki, essim buna əməl elə deyə mən gedib 5 alacağam, yox. Bu meyarlardan biridir. Esse akademik olmalıdır, essedə qrammatik səhvlər az olmalıdır, nə bilim, cümlə strukturlarına önəm vermək lazımdır, sözlərin quruluşuna, sözlərin leksik işlənmə, tutaq ki, ola bilər sözü sən bilirsən, amma leksik işlənmə yerlərini bilmirsən və bunlara biraz diqqət yetirmək lazım gəlir. Sonra uşaqlar, bunu bitirdik, sonra keçirik nəyə? Bu əqli dizəqlidir. Bunu yekunlaşdırdım. Keçirəm indi ikinci essemizə. Amma ikinciyə keçməzdən əvvəl mən sizə deyim, bax yenə də baxın, bax struktur skelet necə oldu? Giriş, əsas hissələr, body 1, body 2 və nəticə. Görürsünüz, struktur dəyişmədi. Eynidir, skelet eynidir. Sadəcə hər bir esse növünün biraz özünə məxsus fərqlilikləri var. Yəni girişdə bunu belə yazırsan, əsas hissəsini belə yazırsan və s. İkinci esse tipimiz nə idi bizdə? Avantaj, dezavantajı axırıncı demək istəyirəm. Çünki biz bununla dərslərdə də danışmamışdıq. Biraz sizə yaddır. İstəyirəm discuss post view-nu deyim, aradan çıxardım. Çünki dostlar, bu həddindən artıq çox sadədir. Məncə sizə də sadə gəlir. Çünki fikirləri burada özləri verirlər, sağ olsunlar, məni yormurlar, Allah canlar sağ eləsin. Gəlin yazaq. Bunu bir dənə bura kopyalayaq. Discuss both both views and give your opinion. Give your own opinion. Uşaqlar, bayaq da dediyim kimi, burada əslində iki dənə fikir verilir sizə və siz bu fikirləri nə edirsiniz? Hər ikisini izah edirsiniz. Hər ikisini izah edirsiniz və daha sonra bunlarla bağlı necə deyirlər, fikirlərinizi, düşüncələrinizi yazdınız və ən axırda artıq öz şəxsi, own opinion qeyd olunub, görə bilirsiniz. Öz şəxsi fikirlərinizi verib, essenizi oradaca yekunlaşdırırsınız. Okay? İndi məsələ nədir uşaqlar? Məsələn, gəlin götürək bir dənə discuss both view tutaq ki, mövzusu. Bura yazmaq istəyirəm. Ki, mövzu olanda adama rahat olur. Some people, elə bunu da öz kitabımızdan götürürəm. Kesinlikle izahda da bunu mən istifadə eləmişdim. Some people believe that reading reading always is always a good habit. Good habit. It depends on reading. Bunu verdi. Ondan sonra uşaqlar deyir ki, yəni bunu yenə kopyalanmış gətirib buraya yazmaq olar. Bu 4 bizdən əl çəkmir. Nə 4-dürsə, həddəqələ bir yazılır. Okey, belə. İndi baxın, yazır. Bəzi insanlar inanır ki, oxumaq həmişə yaxşı bacarıqdır vərdişdə. Həbit nə deməkdir? Vərdiş. Digərləri isə belə fikirləşir və ya da belə hiss edir, düşünür ki, bu nədən asılıdır? İnsanın oxuduğu kitabdan, yəni hansı kitabları oxuyursa, bu ondan asılıdır. Burada görə bilirsiniz, iki dənə fikir var uşaqlar. Birinci fikrim, lap gəlin qabağına bir qoyaq, bizi çaşdırmasın. Və ikinci fikir, bir dəqiqə, bu var. Görürsünüz, əslində sənə verilən mövzuda iki dənə fikir var. Biri deyir, bəzi insanlar inanır ki, oxumaq həmişə yaxşıdır. Gəlin bunu rəngini bir fərqli rəng eləyək. Tutaq ki, belə. Bunu da rəngini bir fərqli eləyək. Bunu da belə eləyək.
Deməli dostlar, iki dənə fikir var və sizə nə deyir? Deyir bu iki fikri də discuss elə, müzakirə elə və ən sonda öz şəxsi fikrin nədirsə, deməli onu ver mənə. Onu mənə denən. Aydındır. İndi məsələ nədir? Yenə də bax burada sənin essen ibarətdir 3 dənə hissədən. Yenə introduction, baxın uşaqlar, introduction'ı qoruyub saxlayırsınız. Bodylər yenə yerində qalır, conclusion yerində qalır. Bir balaca, deməli, ə, vəziyyət dəyişir. Məsələn, əqli dizəqidən görəcəksiniz ki, burada fərqlənmə var. Burada nə eləyirəm? Introduction yazıram yenə, introduction. Deməli, introduction-da uşaqlar, burada belə deyək də, əksərən bir cümlə olur. O da nədir? Paraphrase. Deməli, paraphrase sentence, yəni paraphrase topic yazaq bura. Introduction-a deməli nə eləyirəm? Baxın, discuss post view-dan əvvəl olan bu hissə var. Və bu cümlələri paraphrase edib gətirirəm, yazıram. Bu mənim olur girişim. Yəni əqli dizəqidə görürdünüz, fərqli-fərqli şeylər eləyirdik. Elə deyil? 3 dənə cümlə yazmışdıq. Həm razıyam, razı deyiləm deyirdik. Burada amma o yoxdur. Görürsüz, o qayda burada getmədi artıq. Fərqləndi. Bir dənə mövzunu parafrez elədim, bitdi. İndi istəyirsiniz əlavə bir dənə də cümlə yazarsınız özünüzdən, öz fikrinizi belə deyək də tam bildirmədən anonim bir cümlə qeyd eləyərsiniz, o istəsəz. İstəməsəz də ki, elə bir dənə parafrez eləyin, bitsin. Onu yazdınız. Ondan sonra uşaqlar, burada gəlir nələr? Düşürəm nəyə? Body. Body one. Body one-da nə edirəm uşaqlar? Body one-da view one. View one nə deməkdir? Yəni birinci fikri izah edirəm. Hətta gəlin yazaq bura. Explain view one. Bax fikir verin. Yəni body one-da birinci hissədə girişdən sonra, yəni artıq girişi yazdınız, əsas hissəyə keçid elədiniz. Əsas hissənin birincisində, yəni birinci əsas hissədə burada verilən birinci fikir nədir? Bəzi insanlar inanır ki, oxumaq həqiqətən də belə də həmişə yaxşı vərdişdir. Bunu gəlirsən, burada izah eləyirsən, bu fikirlə bağlı fikirlərini bildirirsən, amma sizə bir dənə bir söz deyim, bayaq demək yadımdan çıxdı. Esseləri yazanda çalışın uşaqlar əsas hissədə və girişdə şəxs əvəzindən istifadə eləməz. Yəni mən fikirləşirəm, o düşünür, biz fikirləşirik, sən fikirləşirsən, belə yox. Ümumi yazın. Məsələn, many people consider that. According to society, cəmiyyətə görə, according to research, according to studies, tədqiqatlara əsasən, increasing number of people estimate that. Məsələn, fərz edir ki, düşünür ki, çalışın əsas hissələrdə, girişdə ümumi cümlələrdən istifadə elə. Söz yox, o fikir sənindir, amma akademik olsun deyə ümumi cümlələrlə verirsən. Amma nəticədə artıq öz fikrini verməkdə azadsan. Yaxşı. Body one-da deməli nə elədim? Body one-da mənə verilən birinci fikri izah elədim. Explain eləyirəm. Uşaqlar, izah elədim, belə deyək, nümunə göstərdim, qeyd elədim onu. Yəni birinci fikri izah edirəm də yenə deyirəm. Söhbət birinci fikirdən gedir. Sonra keçirəm body two-ya. Body two-da isə uşaqlar izah eləyirik nəyi? Computer. Explain view two. Yəni ikinci fikir. Bax, ikincidə nə yazıb? Digərləri isə belə fikirləşir ki, oxumaq, yəni belə deyək də, bu hansı kitabı oxuyur insanlar, bundan asılıdır. İkinci fikir də budur. İndi bununla bağlı sənin nə düşüncən varsa, onları burada yazıb, izah eləyib, nümunə göstərirsən, 4 cümlə ilə, 3 cümlə ilə və yekunlaşdırırsan, bunu da verəndən sonra artıq uşaqlar, sonda bizə nə gəlir? Conclusion. Conclusion'da artıq, conclusion'da sizin burada 3 versiyanız var. Ya nə eləyirsən? Birinci fikirlə razılaşırsan, belə deyək də, ya birinci fikri sən əsas götürürsən özün üçün, onunla razılaşırsan,
Ya belə deyək, ikinci fikirlə razılaşırsan, yəni ki, ikinci verilən fikirlə, ya da hər ikisi ilə razı olub balanslı bir fikir irəli sürə bilərsən. Və bir daha deyirəm, conclusionda artıq öz fikrini irəli sürürsən. Conclusionda artıq sən öz düşüncələrini verirsən nəticədə. Bu çox uzun-uzadı vermirsiniz. Bir cümlə ilə belə deyək, iki cümlə ilə onu yazırsan və qeyd edirsən. Mən birinci verilən fikirlə razıyam. Yəni bunu axırda qeyd edirsən. Çünki axır burada nə yazıb? Öz şəxsi fikrini ver. Yəni sonda artıq verirsən. Ya birinci fikirlə razılaşa bilərsən, yəni bəzi insanlar inanır ki, oxumaq həmişə yaxşı vərdişdir. İndi ola bilər sən bununla razısan, deyərsən ki, mən bu fikirlə razıyam nəticədə. Və və yaxud da uşaqlar ikinci fikirlə razı olarsan, yazarsan ikinci ilə razıyam və yaxud da sənə görə hər ikisi düz olar, balanslı bir fikir saxlamaq istəyirsən, yazarsan ki, məsələn də mən hər iki fikirlə razıyam. Bax, conclusion-da belə olur. Aydındır. Bax, discuss both view-nun da uşaqlar yazılım qaydası belədir. Yenə də bax struktur, skelet eynidir. Bax yenə təkrar edirəm, dönə-dönə deyirəm, dəfələrlə də deyəcəm sizə. Struktur eynidir, dəyişmədi. Giriş, bodylər, conclusion. Dəyişən nədir? Biraz yazı qaydaları. Bax görürsüz. Burada introduction-da bir dənə mövzunu parafraze elədim. Sonra parafraze-dən sonra keçirəm birinci hissəyə. Orada başlayıram mənə verilən birinci mövzu haqqında danışmağa. Onu izah edib nümunə göstərməyə, amma öz adımdan yox, çalışıram üçüncü şəxsin adından danışım. Məsələn, çoxlu adamlar fikirləşir ki, tədqiqata görə, araşdırmalara əsasən, cəmiyyətə görə, bax bu formada. Sonra bunu bitirdim, keçirəm body 2, ikinci hissəyə. İkinci hissədə mənə verilən ikinci view, yəni ikinci fikirlə başlayıram müzakirələrimi aparmaq, onunla bağlı ümumi fikirlərimi verməyə, üçüncü şəxslərin adından yenə deyirəm, öz adınızdan danışmayın. Və axırda conclusion-da isə yenə də baxın uşaqlar, artıq burada öz fikrinizi verə bilərsiniz. Fikrinizi verdiniz və yazırsınız. Buna görə də mən birinci fikirlə razıyam. Yuxarıda verilən birinci fikirlə razıyam. Ya ikinci fikirlə razıyam, ya da. Hər iki fikirlə razıyam belə. Bu da olur bizim discuss both view. Essemizin strukturu, belə deyək də, yazılım qaydası. İndi gəlin keçid eləyək. Keçid eləyək sizlə nəyə? Axırıncı tipimiz olan avantaj, dezavantaj essələrinə. Ümidvaram bura qədər hər şey aydındır ki, probleminiz yoxdur. Deməli, dostlar, indi ümumiyyətlə keçirik üçüncü hissəmizə. Bizim avantaj, dezavantaj essələrimizə. Deməli, diqqətli oluruq nədə? Birinci olaraq, mən istəyirəm o adı gətirək bura yazaq, qeyd eləyək. Gözləyin. Peki. Ümumiyyətlə uşaqlar, avantaj, dezavantaj esseləri burada görə bilirsiniz. Yəni bizdən adı üzərində bir üstünlüklərini, çatışmayan cəhətlərini mövzu verir və onları soruşur. İndi birinci məsələ nədir? Tələbələrin əksəriyyəti burada nədə səhv edirlər? Məsələn, tutaq ki, bir dənə avantaj götürürlər, başlayırlar bütün esseni onun üzərində qurmağa. Ya ola bilər ki, gəlin tutaq ki, deyək də, bir dənə dezavantaj götürürlər, başlayırlar esseni onun üzərində qurmağa və s. Amma uşaqlar, burada hər ikisindən yazmaq lazımdır. Verilən mövzu nədirsə, topik nədirsə, onun həm bir avantajını yazırsan, bir dənə də dezavantajını yazmalısan. Ola bilər beynində çoxlu səbəblər olsun, bunu da deyim sizə. Ola bilər 3 dənə avantaj fikirləşəsən, nə bilim 4 dənə dezavantaj fikirləşəsən, amma çalışın, bodylərdə birini verin. Hansı ən əsaslısa, onu yazın və onunla bağlı nümunələr göstərməyə çalışın. İndi uşaqlar, istəyirəm mən bir dənə bura mövzu yazın, mövzu adı. Bu bizim üçün daha rahat ola bilər, elə deyil? Gözləyin. Deməli, bir dəqiqə. Bu mövzunun adını biz bura qeyd eləyək. Ondan sonra onun üzərində biz çalışaq. Mövzunun adı belə olsun. University students are increasingly studying abroad as part
as part of their studies, of their studies. Okay, bu mənim topikdir, mövzudur. Və sonra məndən soruşur, do the of studying abroad outweigh the disadvantages. Görə bilirsiniz belə. Baxın, ta ki bir mövzu götürdü, yəni mövzunun üzərindən anlamaq daha rahatdır, ona görə istəyirəm ki, onu verək. Və yazıq ki, uşaqlar, universitet tələbələri belə də xaricdə oxumağa, yəni necə deyirlər, hansı ki artan şeydə xaricdə oxuyurlar sayda və bu da onların təhsil həyatlarının yəni bir hissəsidir. Yəni artıq xaricdə oxuyan tələbələrin sayı belə desək də artır və s. bu kimi götürə bilər. İndi məsələ nədir? Bizdən soruşur, xaricdə oxumağın avantajları dezavantajları üstəliyirmi? Elə deyil. As part of their studies, yəni onların təhsillərinin bir hissəsi kimi xaricdə oxumaq belə deyə də artır. Necə deyərlər? Yüksəlir. Və məndən soruşur, avantajlar dezavantajları üstəliyirmi? Bax, məndən soruşduğu budur. İndi uşaqlar, təbii ki, bura agree, disagree yazmayıb, nə bilim, what is your opinion yazmayıb, sonra discuss both view yazmayıb. Deməli, avantaj, dezavantaj qeyd edilibsə, demək söhbət nədən gedəcək? Avantaj hissəsidir, yəni advantage and disadvantage hissəsidir bu. Və mən artıq bununla bağlı struktur necədirsə ona əməl eləməliyəm. Yəni, təbii ki, skelet quruluş bizdə nə idi? Skeleti nə idi bizim üçün? Giriş, əsas hissə, nəticə. Bunda da onu əməl eləyəcəksən. Baxın. Birinci yazıram girişi. Introduction. Bu zaten hamısı üçün uşaqlar keçərlidir. Yadınızda qalsın. Yəni yenə də təkrarlayıram ki, bu elə bir şeydir ki, bu hamısında keçərli. Introduction'ı verdim. Introduction'ı verəndən sonra məndə yenə başlayır cümlələr. Birinci cümlə uşaqlar paraphrase. Bax yenə də dəyişmir. Görürsünüz? Paraphrase sentence, topic sentence. Hətta onda yazaq ki, qoy sizin üçün tam aydın olsun. Yəni, həmişə yadınızda saxlayırsınız ki, ümumiyyətlə nə essesi yazıramsa yazım, agree, disagree, discuss both view, avantaj, dezavantaj fərqi yoxdur. Birinci cümlə mütləq girişdə paraphrase olunmalıdır. Bu belədir, okey? Olunmalıdır, nöqtə. Bunu dedik, keçdik. Uşaqlar, bu esseni mən yazmışam, indi birazdan sizə göstərəcəm. Ona görə də təzədən uzun-uzadı yazmaq istəmirəm, vaxtımız çox getməsin. İkinci cümləm nədir mənim girişdə? İkinci cümlə uşaqlar, thesis statementdir. Baxın, thesis statement bir, agree disagree-də vardı, bir də burada qabağıma çıxdı. Bu nə deməkdir? Burada mənim bodylərdə də, əsas hissələrdə müzakirə edəcəyim əsas avantaj və dezavantajlar qeyd olunmalıdır. Yəni, bir dənə avantajı qeyd edirəm, bir dənə də dezavantajı qeyd edirəm. Bu mənim thesis statementimdir. Yəni, əsas hissədə nəyi müzakirə edəcəm. Bir də uşaqlar, mövzu ilə bağlı xırdaca bir dənə öz fikrimi verməliyəm. Give your opinion yazıram bura. Xırdaca mövzu ilə bağlı fikrimi də verirəm ki, yəni avantajlar mı daha çox burada necə deyərlər üstəlir, dezavantajı yoxsa dezavantaj mı avantajları üstəlir? Bunu verirəm. Bu mənim introduction olur belə 3 dənə cümlədən. Bax yenə deyirəm, avantaj, dezavantaj esselərində introduction oldu 3 cümlə. Birinci verilən topic sentence nədirsə, bax yuxarıda topic sentence nədir? Budur bizdə. Elə deyil, verilən ilk cümlə. Nədirsə onu parafraze edirəm. Parafraze artıq bildiniz nə deməkdir. Məna eyni qalır, leksik, qrammatik quruluşu dəyişirsən. Sonra thesis statement vermək lazımdır. Məndən avantaj və dezavantajı soruşur. Nəyin avantaj, dezavantajı? Xaricdə oxumağın. Xaricdə oxumağın bir avantajını verməliyəm girişdə, bir də dezavantajını verməliyəm. Ki, oxuyan adam bilsin də mən nədən müzakirə aparacağım, nəyi danışmaq istəyirəm. Və bir dənə də uşaqlar, öz fikrimi verirəm minimalist olaraq, avantajlar mı üstəliyir, yoxsa dezavantajlar mı?
Bununla da introduction bitir və keçid eləyirəm bodylərə. Uşaqlar, birinci bodydə mənim birinci cümləm nə olur? Bax, fikir verin. Birinci cümləm olur ki, öz əsas avantajım, yəni nədirsə, o tezis statementdə vermişdim, bir dənə avantaj, üstün cəhət. Onu vurğulayıram. Outline main advantage. Yəni əsas avantajı qəşəngcə vurğulayırsınız. Yenidən onu gözəlcə qeyd edirsiniz. İkinci cümlə nədir? İkinci cümlə uşaqlar, give reasons. Give reason və yaxud da reasons. Yəni səbəb və yaxud da səbəblər verə bilərsiniz. Bir dənə də olar, iki dənə də olar. Və give examples. Example yazıram elə sadə formada. Yəni nümunə verirsiniz, bitdi body. Sonra keçirəm body 2. Eyni ilə bunun eynisidir. Elə götürüb bunu kopyalayıram. Ctrl-Z ilə səhv etməsin. Ctrl-C sonra ver. İnformatika yadımdan çıxır. Burada isə uşaqlar, gözləyin bunu 3 eləyək. Artıq body 2-da isə, bu ikincilikdə məndə elə deyil, outline disadvantage olmalıdır. Artıq avantaj yoxdur, dezavantajı vurğulayıram. Çünki body 2-dan danışıram. Elə deyil, səbəb verirəm, nümunə göstərirəm. Bax, fikir verin. Deməli, mənim avantaj, dezavantaj essemin skeleti necə oldu? Verilən topic sentence, baxın, nədirsə, məndə birinci bu cümlədir. Onu parafrez eləyirəm. Sonra mənə verilən mövzu ilə bağlı, mövzu nədir? Xaricdə oxumağın avantaj və dezavantajları. Hərəsinə dair bir dənə avantaj, bir dənə dezavantaj verirəm girişdə. Sonra da minimalist bir dənə öz fikrimi verirəm ki, hansı daha basqındır, avantaj mı, yoxsa dezavantaj? Və keçirəm əsas hissəyə. Body 1-da girişdə verdiyim əsas avantajı yenidən qeyd edirəm, onu daha belə səliqəli yazıram və ondan sonra uşaqlar səbəblər verə bilərəm və nümunə verir. Səbəblər verə bilərəm, yox, verməliyəm. Yəni bir dənə də səbəb verə bilərsiniz, iki dənə də fərqi yoxdur və nümunə verirəm. Sonra body 2 ikinci hissədə belədir, dezavantajı vurğulayıram, hansı ki əsas hissədə vermişdim. Sonra səbəblər verirəm, səbəbi göstərirəm və ondan sonra nümunə verirəm, əsas hissəni bitirirəm və nəhayət gəlirəm, nəyə çatıram? Conclusion hissəmə çatıram. Bu dərs boyu, sarı rəng bizdən əl çəkmədi. Conclusion hissəmə gəlib çatmış oluram. Conclusionda isə uşaqlar artıq nə edirik? Conclusionda bir dənə ümumi cümlə yazırıq, general statement vermək lazımdır. General statement verirsiniz. Sonra uşaqlar, avantaj və dezavantajları yenidən vurğulamaq lazımdır. Mention. Yəni bir daha nəzər salıram ona və nəhayət öz fikrimi verirəm axırda. Give your, yenidən öz fikrimə qayıdıram. Yəni burada artıq yenə vurğulayıram ki, tutaq ki, avantajlar dezavantajları məsələn öhdələyir, üstündən gəlir. Ya dezavantajlar avantajları öhdələyir. Bax bu formada. Bunu da verəndən sonra uşaqlar artıq mənim essem nə olur? Yekunlaşır. Bir də mən sizin üçün burada xüsusi olaraq nəyə qeyd eləmək istəyirəm? Uşaqlar yadınızda qalsın. Məsələn, avantajın yerinə bir dəqiqə, bu niyə belə düşdü? Avantajın yerinə başqa nələr yaza bilərsiniz və yaxud da nələr yaza bilərlər essedə? Benefit yazmaq olar. Sonra upsides yazarlar. Siz də yaza bilərsiniz onun əvəzinə. Positive sides yazmaq olar. Sonra uşaqlar qeyd eləyə bilərsiniz. Merit. Sonra və pros da qeyd eləmək olar. Pros. Bəs belədir də advantage, dezavantajlara nə yazaram? Bunlara isə yaza bilərəm. Bax, fikir verin. Drawbacks. Drawbacks yaza bilərəm. Downsides yaza bilərəm. Negative sides yazmaq olar.
demerit yazmaq olar və fonts yaza bilərik. Yadınızda qalsın. Yaxşı, rəngini də dəyişim. Belə, indi gəlin bir dənə də bununla bağlı tam nümunə də göstərim sizə. Hamınıza aydın olsun. Nümunəmizi də göstərim sizin üçün. Deməli, dostlar, siz burada artıq bir avantaj, dezavantaj esse nümunəsi görürsünüz. Mövzu belə deyək, burada qeyd olunandır. Bu mövzudur. Fikir verin, üniversite ilə bağlı olan. Mənim mövzum budur. Və əsas məsələ nədir? Bax, bir daha üzərindən keçirəm. Giriş hissəm, girişdə cümləni, yəni topic sentence paraphrase elədim. Tezi statement verirəm, bir dənə avantaj, bir dənə dezavantaj. Sonra öz fikrimi bildirirəm, yaxşı. Body one-da fikir versəz uşaqlar, outline main advantage, yəni artıq body one-da birinci olaraq nə eləyirəm? Verdiyim avantajı, əsas avantajı biraz daha səliqəli versiyada yazıram, geniş versiyada qeyd edirəm. Səbəb verirəm, nümunə göstərirəm. Body 2-da dezavantajı artıq belə deyək də qeyd edirəm, vurğulayıram, səbəb verib nümunə göstərirəm və axırda da nəticəmi verirəm. Nəticədə də bir ümumi cümlə yazırıq. Sonra avantaj, dezavantajı bir daha vurğulayırıq və nəhayət öz fikrimizi verib essemizi bununla da yekunlaşdırırıq. Mövzud uşaqlar, baxın budur. İndi mən təbii ki, introduction verirəmsə nə eləməliyim? Birinci, bu hissəni, yəni topic sentence-i paraphrase eləməliyim. İndi buna bir dənə diqqətlə baxın, gəlirəm mən esseyə. Uşaqlar, bax, fikir verin, mənim paraphrase olunmuş hissəm buradır. Bax, diqqətli olun. Buradan ta ki, bura qədər. Yəni, in recent years, son dönəmlərdə universitet tələbələri, yəni an increasing number of, yəni çoxlu universitet tələbələri, belə deyək, öz akademik həyatlarının əsas hissəsi kimi nəyi seçirlər? Xaricə təhsil almaq. Bax, birinci cümləni paraphrase elədim. Aydındır. Bir dənə burada mən şeyin yerini tərsə salmışam. Birinci bizdə gəlməlidir tezi statement. Sonra I believe that. Elə bilin ki, yerləri dəyişik düşüb. Birinci bunu yazırıq uşaqlar. Baxın, sizə demişdim. Nə yazırıq introduction-da? İkinci olaraq qeyd edirəm tezi statement-i. Bir, avantaj, bir dənə də dezavantaj. Yazmışam, xaricdə oxumaq bizim üçün nə yaradır? Financial, maliyyə və emosional çətinliklər, yəni ola bilər darıxarıq ailəmizdən sarı, biraz da maliyyə problemlərimiz olar. Bu uşaqlar mənim qeyd elədiyim dezavantajdır. Xaricdə oxumağın dezavantajı, financial and emotional difficulties. Bu artıq dezavantajdır. Amma uşaqlar, burada nə qeyd eləmişəm? Həm də ikinci olaraq böyük akademik və şəxsi üstünlüklər verir mənə. Bunu isə avantaj olaraq qeyd eləmişəm. Və hansı ki, bunlar nə eləyir? Bütün o problemləri üstəlir. Yəni, o dezavantajların üstəsindən gəlir. Outweigh. Və üçüncü cümlə olaraq da bu qeyd olunmalıdır. Bunu gəlin başqa rəngdən eləyək. Ta ki, yaşıl rəngdən. Bu mənim artıq üçüncü cümləm olmalıdır. Mən yerlərini səhv vermişəm. Yazanda səhv qeyd eləmişəm. Baxmayaraq ki, bu trend, yəni bu tendensiya böyük çətinliklər gətirir, müəyyən çətinliklər, challenge çətinlik deməkdir, çətinliklər gətirir. Mən inanıram ki, benefits, yəni benefit nə idi? Avantajlar drawbacklərə, yəni çatışmayan cəhətlərə nisbətən daha vacibdir. Bunların da sinonimlərini mən burada sizin üçün uşaqlar qeyd eləmişəm. Bax, fikir verin, sinonimləri buradadır. Yəni siz də essələrinizdə istifadə edə bilərsiniz. Yaxşı. İndi gəlin qayıdaq essemizə. Girişimi verdim. Okey, girişimi verdim. Uşaqlar, girişi verəndən sonra mən nə edirəm? Keçirəm body one-a, yəni avantajdan danışıram. Yəni advantage-dən qeyd edirəm. Elə deyil. İndi advantage danışanda mən bura nə qeyd eləmişdim essemdə? Avantaj nə idi mənim üçün? Akademik və şəxsi, belə deyək də, üstünlər, faydalar, bunları qeyd eləmişdim. Və baxıram ki, mən orada bunun haqqında yazmalıyım. Görürsünüz, one clear advantage of studying abroad, xaricdə oxumağın vacib bir, belə deyək də, aydın üstünlüyü nədir? Tələbələrin akademik və profesional bacarıqlarının inkişaf imkanı verir. Və sonra başlayıram onları izah eləməyə, dəstəkləyici cümlələr verməyə.
Body 1-ı bitirəndən sonra keçirəm Body 2-ya, dezavantaja. Dezavantajda isə baxın, bu nə qeyd eləmişdim burada? Financial and emotional difficulties. Yəni finansal və emosional, yəni ailəmdən sonra darıxa bilərəm, dostumdan sonra darıxa bilərəm. Bunun çətinliklərini mən burada qeyd eləmişdim. Elə deyil və başlayıram bu haqda yazmağa. Bir dəqiqə diqqətli olun. Aha. Və başlayıram bu haqda qeyd eləməyə. Bax, fikir versəniz, bax, bu hissədə uşaqlar, bir dəqiqə, mən nədən bəhs eləmişəm? Financial burden. Burden nə deməkdir? Yük. Maliyyə yükündən danışıram. Hansı ki, xaricdə belə bir təhsil create, yaradır. Bunu danışmışam. Məsələn, ödəniş xərcləri ola bilər, yerləşmə xərcləri, səyahət ola bilər, gündəlik expenses xərclər ola bilər, hansı ki, bizim öz evimizdə, yəni yaşadığım evə nisbətən, ev deyəndə, yəni home country-də, vətənimə nisbətən daha baha başa gələ bilər. Bunu qeyd eləmişəm və uşaqlar, bundan sonra da gəlirəm, axırda nə verirəm? Nəticə verirəm. Və nəticədə yazırıq. In conclusion, baxmayaraq ki, xaricdə təhsil almaq can lead nəyə gətirə bilər? Significant, yəni vacib finansal problemlərə, çətinliklərə gətirə bilər. Elə deyil, bunu qeyd elədik. Və daha sonra qeyd edirik, the chance to gain high quality education. Amma belə deyək, yüksək keyfiyyətli təhsil əldə etmə şansı və dəyərli professional, yəni belə deyək də, təcrübə daha belə deyək, more beneficial, faydalıdır. Və buna görə də avantajlar dezavantajları nə eləyir? Outweigh, öhdələyir, üstündən gəlir. Ümidvaram ki, bu sizin üçün aydın oldu dostlar. Baxın, 3 esse növünündə bir videoda danışdım sizə. Addım-addım, step by step hər bir hissəsini qeyd elədim. İnşallah ki, probleminiz olmaz və rahat şəkildə hər bir şey yazarsınız. Sağ olun, salamat qalın. Növbəti dərslərdə görüşənə dək.